Bismillahirrahmanirrahim. Şənbə günü İmam Rza Əleyhisselamın mübarək və mütəhhər hərəmindən görüntüdür. Gün çıxmaq üzrədir. Bunlar nağaraxana deyirlər. Nağaraxananın səsi gəlir. Mən bunu demək istəyirdim ki, nəyə görə İmam Rza Əleyhisselamın bütün hərəminin daşı, divarı, güzgüsü, gümüşü, taxtası və hər bir şey gözəldir. O gözəllik məhbubun gözəlliyindəndir. Yəni İmam Rza Əleyhisselamın rəfəti, onun məhəbbəti, onunla olan ünsiyyət ki, bu daşda, bu torpaqda, bu qapıda, bu güzgüdə və s. da var. Bunlar hamısı həqiqətdə çökübdür bu əşyalara. O vəhabilər, o bədbəxtlər ki, deyirlər ki, siz daş torpaq öpürsünüz, daş torpaq deyil. Onların qanacağı mərifəti yoxdur, onlar başa düşə bilməzlər, Allah bağlayıb onların qapısını. O məhəbbət çöküb o daşa, divara, onların heç bir dəyəri yoxdur. O daşa, divara, o hərəmdən gələn ətir iyini insan duyanda, qəlbi hər yerdə olsa gedir İmam Rza Əleyhisselamın hərəminə. Bu nəyə görə belədir? Çünki məhbubun iyi çöküb ona, o əşyalara. Ona görə dəyər tapır. Yəni, hardan bu mənzərə görünəndə hər kəsin qəlbində var. Qəlbində olanların hamısı həsrət çəkir ki, kaş İmam Rza Əleyhisselamı mən də görərdim, mən də olardım orada. Mən də o daşı torpağa öpərdim. Daş torpaq həsrətində deyilik ki, o məhbuba aid olduğuna görə onun həsrətini insan çəkir. Allah Teala bütün arzusunda olanların hamısına bu gözəl məkanı ziyarət etməyi nəsib eləsin inşallah. Allah Teala Azərbaycanımızı Siyonistdən və onun nökərlərindən xilas eləsin inşallah.